Sizə salam, hər vaxtınız xeyir olsun dostlar. Necəsiz? İnşallah yaxşı olarsınız. Bugün sizlərlə biraz fərqli, amma mənim üçün çox özəl, çox duyğusal bir video paylaşmaq istəyirəm. Anam, atam və nəvələri yığışıb başına. 2 nəvə xaric, Allah onlara da can sağlığı versin. Biri Bağçadadır, biri də Azərbaycanda yaşamırdı. Onlar iştirak edə bilmirlər. İstəyirəm ki, sizlərlə sual-cavab videosu edeyim və bu sual-cavab videosunda hamınız iştirak edəcəksiniz. Nənə də, baba da, nəvələr də. Hazırsınızsa suallarımızı başlayıram. Aleyküm salam. Uğurlu olsun işin. Çox sağ ol. Hadi başlayaq. Suallarımız 3 hissəli olacaq. Birinci hissədən başlayıram. İstədiyiniz sözlə də deyə bilərsiniz, barmaq işarəsində də göstərə bilərsiniz ki, dava olmasın sonra. Evdə ən çox danışan kimdir? Özüm hem qaynanıyam, hem nəniyəm. Aha. Ona görə hamıdan çox mən danışıram. Güc də çəniyə enən vaxtı. Allah can sağlığı versin. Evdə ən çox gülən kimdir? Gəldi, biz buradan deyir mən. Sonra ən tez barışan kimdir? Heç küsmək bilmirik biz. Əmin misin? Ən çox inciyən. İnciyirlər. Yox, Ən səbirli kimdir? nənə, Sonra ən çox yatmağı sevən kimdir? baba, Sonra ən çox çay içən kimdir? gəlinimiz, Nəvələrə ən çox güzəşt eləyən kimdir? nənələri sevirəm, amma güzəşt elənəcək bir şey eləməyiblər axı. Nəvələri ən çox ərköyün eləyən kimdir? O da mənlik deyil. O da mənlik deyil ki, mən onları sevirəm. Ən çox zarafat eləyən kimdir? Mən buradan demək istəyirəm Nəvə Zakir. Zakir. Hə, ay sağ ol, mən də onu deyəcəydim. Ən çox zarafat eləyən. Sonra ikinci hissəyə başlayaq hazırsınızsa. Nənə babadan hansından daha çox vaxt keçməyi sevirsiniz? Nə? Nənə ilə babanın ən çox hansından vaxt keçəndə daha yaxşı olur sizin üçün? Məndə yoxdur. Tamam. Hansı daha çox sizi güldürür? Nənə, yaman sevimli nənəsən ha. Baba. Baba mənlik gəldi. Üçüncü hissəmizdə başlayırıq. İkinci hissə qısa oldu biraz. Ən çox danışan nəvə kimdir? Suallarım sizədir, nənə baba. Ən çox danışan nəvəniz hansıdır? Burada Məryəm, olmayanların da adını çəkə söhbətçil bilir. qızdır Məryəm. Ömər də danışır. Sonra Mən də. Mən də bütün. ən sakit nəvəniz hansıdır? Enes. Hə, o qoy onu da soruşum. Ən kür... Yox, biraz rəqabət yaranır, elə düzgün deyil. Ən kür nəvəniz kimdir? Ən çox nadinçlik eləyən nəvə hansıdır? Xədicə xanım. Oh, bu videoya 10 il sonra baxın, zəhmət olmasa. Ana. Sonra ən çox naz eləyən kimdir? Ana. Hacı naz eləmir. Yox. Balalarımın hamısı naz eləyir mənə. Hamısı. Ən çox qucaq istəyən nəvə hansıdır? Körpəliyindən də danışa bilərsiniz də, yəni böyüklər də yəni qatıram bura. Onu da Məryəm. Nə dedin? körpəliyindən də danışa bilərsiniz, indi də deyə bilərsiniz. Yəni ən çox qucaq istəyən nəvə hansı olubdur? Məryəmcan. Ən çox qucaq istəyən nəvə Məryəmcan. Onu da gəzdirən, oynadan, dediklərini yerinə yetirən Zakir baba. Mənəm. Ən zorlu qucaq istəyən mənəm. Çox yemək yeyən nəvə. Deyəcək Tabii uşağın ki, yemək, mən nəvələrin Normal yeməyi sayır. yeyirlər, elə Tabii ki canavar də ben. kimi yeyənimiz yoxdur. Tabii ki də ben. Çünki mən yeməyi sevirəm. Sonra Yeməyi sevirəm. ən çox nənənin tərəfini saxlayan kimdir? Nənənin tərəfə ehtiyacı yoxdur. Özünüzü Bilmirəm, müdafiə mən- Nəvələrə edin, soruşum. Nəvələr siz deyin görək. Bilmirəm. Qarışmırsınız da siz söhbət olanda. Ən çox babanın tərəfini saxlayan nəvə hansıdır? Onu da. Xədicə, Xədicə. Eləmi? Dedim ben Xədicə ben babanı ben hamısı ben çox istəyir. ben de. Ben de babamın çoxluğu. Sonra ən çox kim küsür? Tez küsür daha doğrusu. Enesim. Hə, Qəşəng də küsməyi var. Ləzzət eləyir adam o küsəndə. naz edir. Küsmək dedim ki, o getdi nesinə Bir küstü. de ben de çözeceğim. Anlamdan bütün günün çözeceğim. Yox, anadan küsmək olmaz. Nənə baba kimi sizdən soruşmaq istəyirəm. Nəvələrinizi böyüyəndə hansı yerdə görmək istəyirsiniz və yaxud da görürsüz? Allah qismət eləsin təki. Səsləri yüksəklərdən gəlsin hər birinin. Böyüyəndə mən nəvələrimin hər birini öz yerində görmək istəyirəm. Yarımçıq yerdə yox. Ürəyi istəyən
nail ola bildiyi öz yerində görmək istəyirəm. Bir dənə də sual vermək istəyirəm. Gəlin və kürəkən haqqında ürək sözlərinizi deyin zəhmət olmasa. Gəlin kürəkən aşkım, baba ilə Onu nənə. baba ilə nənə deməlidir. Hə. Kürəkəni qızıma görə çox istəyirəm, gəlini də oğluma görə çox istəyirəm. Çünki gəlinim oğlumun sevdiyidir, kürəkən də qızımın sevdiyidir. Hər kəsin ailəsinə Allah xoşbəxt eləsin. Səndən də soruşmaq istəyirəm eyni sualı. Gəlinin və kürəkən haqqında nə demək istəyirsən? Razısanmı və yaxud da ürək sözlərini eşitmək istəyirik səndən? Gəlini, kürəkənini nə qədər istəyirsən, onu de. Onların istəməyi onların özündən də asılıdır da. Hamısını Eşit ha gəlin, ha kürəkən. İkisini də çox istəyirəm. Allah can sağlığı versin. Deyirəm, yaxşı olsun. Yaxşılar inşallah. Beləliklə bizim ailənin balaca, amma dəyərli müsahibəsi sona çatdı. Ümid edirik ki, bəyəndiniz. Əgər bəyəndinizsə, fikirlərinizi yazmağı unutmayın. Şərh bölməsində şərhlərinizi gözləyirik. Videonu bəyənməyi, kanala abunə olmağı. Sonra yadımdan çıxdı. Hə. Yorum yazmayı. Şərh yazmağı unutmayın. Hə, şərh yazma. Bir də Elçin, uşaqlar siz deyin onda. 1, 2, 3 xordan. Like atmayı, abone olmayı, şərh yazmayı unutmayın. Kendinize iyi bakın, hoşça kalın. Bye bye. Növbəti videoda görüşənədək sağ olun, salamat qalın. Hələlik. Bozmayın, bir dənə şəkil çəkirəm. Davay. Nənəni qucaqlayın, öpün, babanı qucaqlayın, öpün uşaqlar. Oy ağzınız şirin olsun. Allah olmayanlara da qismət eləsin Amin. və nəticə. Dayımızda. O bəy söz deyir, aşkım, nəsə deyirdin bayaq. Qucaqla dedi, üzünə bax deyə qucaqla. Deyir babası, səni sevirəm. Mən də səni sevirəm, ay ağıllısın, ağıllısın, qəşəksən. Mən də səni çox istəyirəm. Teşekkür ederim.